Salamlar, sizləri dərsimizdə xoş gördük. Mən Anar Həsanov. Bugün sizlərə dim test toplusundan funksiyaların törəməsi mövzusunun inşallah sıfırdan izahını və testlərin izahını verəcəyik. Bu dərsə blok imtahanına hazırlaşan şagirdlər və MİQ və sertifikasiya hazırlaşan müəllimlər və müdavimlər də yararlana bilərlər. Blok imtahanlarına hazırlıq dərslərimizə qeydiyyat başlayıb, inşallah qoşulub dərslərimizdə yararlana bilərsiniz. Deməli, başlayaq birinci törəmədən ümumi məlumat verək. Birinci deyilir ki, sabit ədədin törəməsi sıfırdır, yəni konstant. Konstant nə idi? Sabit. Bunun törəməsi nədir? Sıfırdır. Deməli, pi sabit ədəddir, törəməsi sıfırdır. E-nin kvadratı, E-lər ədədi, törəməsi sıfırdır. Kökaltı 7-nin törəməsi nədir? Sıfırdır. Bu birinci qayda. İkinci qaydamız x-in törəməsi, yəni dəyişənin törəməsi 1-dir. İkinci olaraq x üstü n. N burada istənilən ədəddir, həqiqi ədəddir. Deməli, qüvvət qabağa gəlir, qüvvətdən 1 vaid çıxırıq. İndi bunları biz bir-bir tətbiq eləyəcəyik. Üçüncü başlayır sinus x-in törəməsi, trigonometriyadan başlayırıq. Bu eləyir kosinus x. Dördüncü kosinus x-in törəməsi, bu bizə verirdi mənfi sinus x. Beşinci tangents x-in törəməsi idi. Tangents x-in törəməsi 1 bölünsün kosinus kvadrat x-idir. 6-cı kotangents x-in törəməsi, bu da mənfi 1 bölünsün sinus kvadratı x-idir. Davam eləyirik. 7-ci a üstü x-in törəməsi, yəni üslü funksiyanın törəməsi. Bu deməli özü qalırdı, ln a-ya vururuq. Yəni, məsələn, 2 üstü x-in törəməsində 2 üstü x qalacaq, ln 2-yə vuracaq. Yazıca salım ki, ln e 1 idi. Deməli, onda 8-ci y üstü x-in törəməsi elə y üstü x eləyir. Bu çox, belə deyək, gözəl funksiyadır. Özü də, törəməsi də nədir görürsünüz? Eynidir. 9-cu loqaritmanın törəməsidir. Bu eləyir 1 bölünsün x, məxrəcdə də ln a olur. 10-cu da ln x-in törəməsidir. Bunlar sadə funksiyalardır görürsünüz. Deməli, bunların törəmələrini bax bu şəkildə öyrənəcəksiniz və hər birində bura inşallah tətbiq eləyəcək. Bəs yaxşı, mürəkkəb funksiya nə idi? Mürəkkəb funksiya ilə siz görürsünüz ki, burada kotangents 3x yazıb. Yəni, kotangents x ayrıdır, 3x yazdı. Yəni, x-i başqa bir funksiya ilə, başqa bir ifadə ilə əvəz etdi deyək. Onda buna nə deyirdik? Mürəkkəb funksiya deyirdik. Yəni, fx vardısa, f-in içinə bir başqa funksiya yazanda buna nə deyirdik? Mürəkkəb funksiya deyirdik. İndi mürəkkəb funksiyanın törəməsi necə tapılacaq? Verilən funksiyanın cədvələ uyğun törəməsi necə tapılırsa, elə törəməsini tapacağıq. Ondan sonra həmin funksiyanı mürəkkəb edən nə varsa, onun da törəməsinə vuracağıq. Yəni, bu nə deməkdir? Məsələn, görürsünüz ki, 6 dana kotangents 3x yazıb. Kotangentsin törəməsi necə tapılırdı? Baxırıq, əzbərləyəcəyik müəyyən müddət sonra. Mənfi 1 bölü sinus kvadratı. Deməli, bu eləyir mənfi. Bu sinus kvadratı bucaqla düşür bura. Bu nə idisə düşür bura. 6-sı da var burada. Sonra, indi mən deyirəm ki, bunu mürəkkəb edən nədir görürsünüz? X deyil, axı 3x-dir. Ona görə bu 3x-in də törəməsinə bunu nə edirik? Vururuq. Mən istəyirəm bir nəriz üçün loru danışam biraz. Sonra ümumi, belə deyək, müzakirələr də aparacaq. Deməli, cavab nə olur? Cavab olur Y variantı. Ümumiyyətlə, deyirlər f(j)x-in törəməsi. Deməli, f-in yenə verilən ümumini törəmə tapırıq. Bir də bunu mürəkkəb eləyən j idi görürsünüz. Y-nin də törəməsinə vururuq. Mən bu fikri biraz loru qaydada sizə izah eləyəcəm. Deməli, ikinci, yenə də görürsünüz ki, tangentsin törəməsi var. Tangentsin törəməsi 1 bölünsün nə idi? Kosinus kvadrat idi. Deməli, bucaqla gəldi, düşdü bura. Bunu mürəkkəb eləyən 6x-dir. Deməli, biz bu 6x-in törəməsinə bunu yenə vururuq. X-in də törəməsi 1 olduğuna görə deməli, qalır belə. Cavab nə olur? A variantı olur. Üçüncü yazıda saxlayın. 2 funksiyanı toplayıb çıxanda və yaxud da bir neçə funksiyanı, bunların hər birinin törəməsini tapırsınız, toplayıb çıxırsınız. Deməli, üçüncü qaydada da biz ln x-in törəməsini öyrəndik. Ln x-in törəməsi nə idi? 1 bölü x idi. X kubunun törəməsi nə idi? Qüvvət qabağa gəlirdi, qüvvətdən bir vahid çıxırdıq. Belə, davam edək. Dördüncü sual. Dördüncü sualda biz hasilin törəməsini də öyrənəcəyik. Amma hələlik görürük ki, bu müxtəsər vurma düsturudur. Yəni, bunu biz nə inirdik? A kvadrat minus B kvadratla bunu açırdıq. İndi bunun törəməsini tapanda qüvvət qabağa gəlirdi. Görürsünüz ki, 2 vur 25. Qüvvətdən bir vahid çıxırdıq və sabit ədədin törəməsi də nə idi? 0 idi. 5-ci də yenə də görürsünüz ki, bir-bir törəmələri tapacağıq. Nə edəcəyik?
6-nı qabağa gətirdik, qüvvətdən 1 vahid çıxdıq. 2x-in törəməsi 2 idi, 3-ün də törəməsi nə idi? 0 idi. Növbəti 6-cı sual. İndi bu 6-cı sualda sənə nə deyir? Deyir ki, törəməni tap, yerinə nə qoy? X-in sonra yerinə 0 qoy. Deməli, törəməni tapırıq, qüvvəti qabağa gətiririk, qüvvətdən 1 vahid çıxırıq, 2-lər ixtisar gedir. 2x-in törəməsi də 2 idi, 1-in də törəməsi 0 idi. İndi deyir, yerinə nə qoy? 0 qoy. Deməli, 0-ı da qoyanda nə edir? 2 eləyir. Deməli, cavab olur. Y variantı. 7-ci, deməli, 2 vurulsun. X kvadratın törəməsi 2x-idir. Şagirdlər, siz əzbərləməlisiniz. Bu 2x-idir. Sonra ln x-in də törəməsi nə idi? 1 bölü x-idir. Deməli, olur 4x çıxılsın 1 bölü x. D variantı olur. 8-ci sualla davam edək. Yenə də görürsünüz ki, toplamadır. Sinus x-in törəməsi kosinusudur. Kosinus x-in törəməsi mənfi sinusudur. Əgər trigonometri ilə də burada nəsə işləsək, yəni ola bilər əlavə bucaq daxil eləyər, o da ayrı bir mövzudur. 9-cu biraz sizin iki qatları yadınıza salım trigonometriyada. Sinus 2x-in düsturu nə idi? 2 sinus x vurulsun kosinus x idi. Bax, bu düşə bilər. Deməli, biz buradan sağdan sinus x vurulsun kosinus x-i tapanda bizə verirdi 1 bölünsün 2 sinus 2x verirdi. Bir də kosinus 2x-in düsturlarını yazıza salın. Kosinus kvadrat x çıxılsın sinus kvadrat x idi. Deməli, sağda bu varsa, onda bu nəyi verəcək? Təbii ki, kosinus 2x-i verəcək. Əlavə olaraq bu düsturları yazıza salın. 2 kosinus kvadratı x çıxılsın 1 idi. Sonra 1 çıxılsın 2 sinus kvadratı x idi. Bir dənə də düsturu var idi. Üstü 4'lərlə fərqin verəndə, kvadratlar fərqi ilə ayıranda bu da bizə verirdi kosinus 2x-i. Yəni, baxanda bu 9, bu düsturun nə idi görürsünüz? Əksidir. Deməli, onda bizim y-imiz mənfi kosinus 2x-dir. İndi bu mürəkkəb funksiyadır. Bunun törəməsini tapanda kosinusun törəməsi nəyi verirdi? Mənfi sinusu. Deməli, olacaq mənfi müsbət. Və bunu mürəkkəb edən 2x var. 2x-in də törəməsinə vururuq. Deməli, bu olur 2 sinus 2x. Davam edək. 10-cu sual. 10-cu sualda biz bilirdik ki, köklər mövzusunda bura n olanda x üstü n bölünsün n edirdi. Deməli, burada da eləyir x üstü 3 bölü 4. Mən bunun törəməsini tapanda qüvvəti qabağa gətirirəm. Qüvvətdən 1 vahid çıxıram. Deməli, bu da olur 3 bölünsün 4 vurulsun x üstü mənfi 4də 1. Bəs yaxşı, mənfi qüvvəti nə idi? Mənfi qüvvət məxrəcə düşmək demək idi. Çünki bax, x-də 1 bölü 4 nə idi? Tərsdə, tərsinə çevirdim mənfi olduğuna görə. Bura 4, burada 1 idi. Davam edək. Daha 11 özünüz yazarsınız. İndi 12. Baxın, bu 12-də mürəkkəbliyi anlayın da. Mürəkkəb funksiya nə demək idi? Kosinus x ayrı idi. X-in yerinə orada başqa ifadə qoyurdusa olurdu nə? Mürəkkəb. Deməli, kosinus 1 bölünsün x-in törəməsi. Kosinusun törəməsi mənfi sinusudur. Deməli, bax, bu qaldı. İndi bunu mürəkkəb edən nədir? 1 bölü x. 1 bölünsün x-in də törəməsinə vururuq. İndi gəlin 1 bölünsün x-in törəməsini siz üçün ayrıca burada araşdırın. Burada nə edirik? X üstü mənfi 1 yazırıq. Sonra qüvvətə görə mənfi 1 qabağa gəldi. Qüvvətdən 1 vahid çıxdıq. Bu da oldu mənfi 1 vurulsun x üstü mənfi 2. Deməli, bu da nəyi verirdi? Mənfi 1 böl x kvadratını verirdi. İndi qabaqda da mənfi var. Bu olacaq 1 böl x kvadratı vurulsun sinus 1 bölünsün x. Variantı seçərsiniz. 13-də də eyni məntiqdir. Deməli, bu dəfə də olacaq D variantı. İndi gəldik 14-də. 14-də baxanda biz nə dedik? Biz dedik ki, ln x-in törəməsi necə tapılır? 1 böl x-inə. Elə deyilmi? Onda ln 2x plus 1-in törəməsi necə tapılacaq? Bu düşəcək məxrəcə. Və burada mürəkkəb anlayışı var. Çünki x-in yerinə mən 2x plus 1 yazmışam. 2x plus 1-in də törəməsinə vuracam. Deməli, bura eləyəcək 2. Burada eləyəcək 2x plus 1. Deməli, hansı oldu cavab? Y variantı. Eynən 15-də də olacaq B variantı. İndi gəldik 16-ya. 16 niyə mürəkkəbdir? Birincisi onu kubla açmayın. Çünki üstündə 4-də 5 də verə bilər. Axı biz x-in kubunun törəməsini tapmağı öyrəndik ki, qüvvət qabağa gəlir, qüvvətdən 1 vahid çıxırıq. İndi burada fikir verin, x-in yerinə nə qoyub? Bax, bu ifadəni qoyub. Deməli, bu mürəkkəbdir də. Deməli, mən ümumi törəmə qaydası ilə bunu yazıram. Necə idi? 3 qabağa gəlirdi. Qüvvətdən 1 vahid çıxırdıq. Bu buna görə törəmə idi.
İndi bunu mürəkkəb edən nədir? 3x plus 1-dir. Deməli 3x plus 1-in törəməsinə vururam. Da qüvvətlə vurmuram. Amma çünki bunu mürəkkəb edən buradır. Anlayın bunu. İndi bunu biz hesablayaq. Bunlar getdi. 3x plus 1-in törəməsi 3 eləyir. Burada da bu qaldı. Deyir mənfi 3 hesabla. Deməli x-in yerinə mənfi 3 qoyuram. Bu da eləyir mənfi 9 plus 1-in kvadratı. Bu da eləyir 3 vurulsun 64. Yəni 192. 17-ni də sizlər üçün yazacağım. 17-də yenə qüvvət qabağa gəldi. 3-də 1 ilə getdi. Qüvvətdən bir vahid çıxdıq. Elədir kvadrat. Bunu mürəkkəb edən dedik nədir? Buradır. Deməli biz bunun törəməsinə bunu vururuq. Deməli buranı da bura eləyir 2x plus 5. Burada da nə qalır? X kvadratı plus 5x-in nəyi? Kvadratı. Deyir mənfi 1-i tap. Deməli törəmədə x-in yerinə mən mənfi 1 qoyuram. Bu da eləyir 1 çıx 5-in kvadratı. Bu da eləyir 3 vur 16. Bu da eləyir müsbət 48. 18-ci sual. İndi gəlin kök altında x-in törəməsini öyrənək. Əslində x üstü y-nin törəməsini bilmək təbii ki kifayət edir. Qüvvət qabağa gəlirdi, qüvvətdən bir vahid çıxırdıq. İndi burada da mən bunu qüvvət şəklində yazıram və 1 bölünsün 2-ni qabağa gətirirəm və qüvvətdən bir vahid çıxıram. Bu da eləyir 1 bölü 2 vurulsun x üstü mənfi 1 bölü 2. Deməli mənfi qüvvət tərs deməkdir. Üstü də 2-də 1 kök 6 ifadə deməkdir. Deməli bu oldu belə. Ona görə siz elə hər dəfə bu qədər yazmamaq üçün kök 6x-in törəməsini əzbərə bilməyiniz daha xeyrinizədir. Və 1 bölü x-in də törəməsi nə idi? Mənfi 1 böl x kvadratıdır. Və bunları bilməyiniz xeyrinizədir. Deməli 18-də biz olur 4 bölünsün 2 kök x. Bax kök altında x-in törəməsini tapdıq. Çıxılsın 3 eləyir. Bax funksiyanın törəməsini tapdım. Amma bu dəfə deyir ki bu 1-ə bərabər olsun. 1-ə bərabər eləyirəm. Və bərabər olur 4-də. 4-lər ixtisar gedir. Kök altı x bərabərdir 1 bölü 2 eləyir. Yerini dəyişdim. Və qüvvətə yüksəldəndə 1 bölü 4 elədi və bu C variantı oldu. 19-u da özünüz yazın mütləq. Gəldi 20-yə. Deyir hansı doğru deyil? A doğruydu. B doğruydu. D doğruydu. Y doğruydu. C-də kotangesin törəməsi mənfi 1 bölü sinüs kvadratı idi. Deməli C variantı səhvdir. 21-də də elə görürsünüz A variantı səhvdir. Çünki 1 böl müsbət olaraq 1 böl kosinüs kvadratıdır. 22. Deyir törəməsini tapın. Çox bəsit. Niyə bəsit? Daha bunları öyrəşməlisiniz. Deməli biz nə edirik? Qüvvəti qabağa gətiririk. Qüvvətdən bir vahid çıxırıq. Kosinüsün törəməsi mənfi sinüs x-dir. Deməli cavab nə edir? Y variantı eləyir. 23 özünüz yazın. Şəkillər ola bilər mən tez-tez deyirəm və yaxud da ki müəllimlər. Siz təbii ki videonu saxlayıb özünüz də analiz edin. Məqsədimiz təbii ki nədir sizə? Bütün testləri izah etməkdir. Əks halda vaxtımız çox gedər. Deməli bunun törəməsi verildi mənfi 7-ni. Bu mənfi 7 deyir aşağıdakılardan hansıdır? Deyir törəmənin qrafikini deyir göstərir. Baxın hansıdır? Mənfi, bu da buradır. Görürsünüz bu sabitdir və o x oxundan aşağıdadır. O x oxun aşağıda yerləşəndə y nə idi? Mənfi idi. Deməli C variantıdır. 35-də də 3 olan hansıdır? O x oxuna paralel olub yuxarıda olan D variantıdır. İndi gəldi 26-ya. İndi yenə də kök altı ifadələrdə mürəkkəb funksiyanı biz anlayaq. Biz dedik ki kök altında x-in törəməsi nəyi verir bizə? 1 bölü 2 kök altında x-i. Elə deyilmi? Onda kök altında x minus 2-nin törəməsində görürsən x-i dəyişibsən. X minus 2 yazıbsan. Deməli bu mürəkkəb funksiyadır. Amma bayaqçı kimi tapılacaq yuxarıda yazdığım kimi. Belə gəldi 2 dənə ilə məxrəcə düşdü. Və əlavə olaraq ki x minus 2 bunu mürəkkəb elədiyinə görə törəməsinə vururuq. Deməli qalır 1 bölünsün bu. İndi bizə nə deyir? Deyir x-in yerinə 3 qoy. Və bərabər elə nəyə? Bərabər B də var idi yanında. Şəkildə yanında B də varmış. Və bərabər elə nəyə? 2-yə. Burada nə eləyir? 1 eləyir. Deməli tənasübdən B olur 4. Əlavə də qoy danışım. Tutaq ki verir 3 çıx 2x. Və bunun törəməsi bu 2 dənə ilə məxrəcə düşürdü və biz bunun törəməsinə bir də vururduq. Yuxarının törəməsi mənfi 2 elədi. 2 ilə getdi məxrəclə qaldı bu. Və yaxud gəlin buna baxaq. Deməli bu düşdü 2 dənə ilə məxrəcə və əlavə olaraq bunu mürəkkəb edən budur, törəməsinə vurduq.
Yuxarının törəməsi 2x-dir. 2-lər ixtisar getdi. Qaldı bu. Belə. Davam edək. Və görürsünüz ki, onsuz da 27-ni özü yazarsınız. 28-i baxın necə olacaq. 2 dənə ilə düşəcək bura. Sonra bunu mürəkkəb edən budur. Törəməsinə nə edəcəm? Vuracam. Yuxarı mənfi 6 elir. 2 ilə gedəndə mənfi 3 qalır. Və bu elir 2 çıxılsın 6x. Deməli cavab nə olur? Y variantı olur. 29 da eynidir. 30 ilə davam edək. Bunu müxtəsərlə açmayın. Çünki yuxarıda ola bilər lap 7 də yazar. Deməli qüvvət qabağa gəldi. Qüvvətdən bir vahid çıxdıq. Sonra bunu mürəkkəb edən elə bu ifadənin özüdür. Bunun da bir daha da törəməsinə vururuq. X kvadratın törəməsi 2x-dir. Qabaqda 2 də var. Olur 4, qalır belə. Ola bilər bunu vurub açar. 31 də eyni məntiq. Gəlin məsələn 31-i mən biraz dəyişim. Belə yazım. Üstünə də 6 yazım. Deməli bunun törəməsində necə olacaq? 6 qabağa gələcək. Qüvvətdən bir vahid çıxacaq. Sonra bunu mürəkkəb edən nə varsa törəməsinə də nə edəcək? Vuracaq. Deməli bu deyilir 6 dənə x kubu plus 5x çıx minus 1 üstü 5. Və bunun törəməsi nə idi? 3x kvadrat plus 5 idi. Və belə. 32. Deməli, hər biri görürsünüz ki, bunların mürəkkəbdir. Sinusun törəməsi kosinusudur, amma 2x-in törəməsinə vururduq. Ümumiyyətlə, bir trigonometriyada x-in yanındakı ədəd içəridə əgər ax plus b tipli ifadə veribsə, qabağa düşür də. Hasildə nə edirdik onu? Vururduq. Kosinus törəməsi mənfi sinusdur. 3-ə də vuracaq 15 eləyir. 2x-in də törəməsi 2-dir. Variantdan seçin. Gəldik 34-də. İndi təzə bir anlayışa gəldik. Hasilin törəməsi. U vurulsun B-nin törəməsi. Buna hasilin törəməsi deyirik. 2 dənə funksiya var, vurma var. Onu vururuq. Və burada bu xətanı eləməyin. Nə xəta? Bunun da törəməsini tapın, bunun da törəməsini tapın, bir-birinə vurun. Elə qayda yoxdur. Burada qayda nədir? U-nun törəməsi vur B, yəni birinci funksiyanın törəməsi vur ikinci. Üstə gəlinsin, ikinci funksiyanın törəməsi vurulsun birinci. Bunun qaydası budur. Simmetrik gedir. Birinin törəməsini tapıb ikinciyə vurursan, üstə gəlsin, ikincinin törəməsini tapıb birinciyə vurursan. Deməli burada necə olacaq? X kvadratın törəməsi vurulsun sinus x. İkincidə törəmə yoxdur ha. Plus sinus x-in törəməsi vurulsun birinci. İndi x kvadratın törəməsi 2x idi. Vurulsun sinus x oldu. Sinus x-in də törəməsi kosinus x idi. Oldu belə. Bəs yaxşı, mən buradan x-i çölə çıxardıram. Qalır bu. Baxır da yəni vuruqlar ayrılıbsa seçin. Həll edin, geçin. Cavabı nə olacaq? C variantı. Gəlin 35-i də yazaq. Deməli olacaq x kubunun törəməsi. Vurulsun kosinus x. Plus kosinus x-in törəməsi vurulsun x kubu. Bəs yaxşı, x kubunun törəməsi 3x kvadratıdır. Yanında kosinus x qaldı. Kosinus x-in törəməsi nə idi? Mənfi sinus x idi. Vurulsun x kubu qaldı. Sonra biz buradan x kvadratını çölə çıxartsaq, 3 kosinus x eləyir. Çıxılsın, bir dənə x qalır. Kubdan x kvadratını götürdük və yanında sinus x qalır. 36. 36-da hasilin burada törəməsi kimi baxmayın. Çünki hasilin törəməsi kimi o vaxtı baxın ki, hər ikisində funksiya olsun. O sabit ədəddir 5 bölü elən 4. Biz burada nəyə baxırıq? Çaşmırıq. A üstü x-in törəməsi A üstü x elən A idi. Yəni 4 üstü x-in törəməsi 4 üstü x elən 4 idi. Burada bununla qarışdırmayın. Bu x üstü 4 ayrı şeydir. Yuxarıdakı ilə aşağıdakı tamamen ayrı funksiyalardır. Deməli onun törəməsini tapanda olacaq 4 üstü x vur elən 4 vurulsun 5 bölünsün elən 4 çıxılsın. Bunun törəməsi 6x kvadrat eləyir. Elən 4-lər getdi, qaldı 5 dənə vur 4 üstü x çıxılsın 6x kvadrat. Bu oldu törəməmiz. İndi deyir ki 1 qoy. X-in yenə 1 qoyanda olur 5 vur 4 üstü 1 çıx 6 vur 1-in kvadratı. Bu deyilir 20 çıx 6. Bu deyilir 14. Yəqin ki anladınız. Bizim blok dərslərimizdə həm təbii ki bütün dimin mövzuları, testləri izah olunur, həm də bizim əlavə izahlarımız var. Sürətli təkrar mən onlara dərslər deyirəm. Həm də sınaq izahları var. Deməli dərslərə qoşulub onlardan siz
qəşəngcə yararlana bilərsiniz. 37-ni bildik. 38 yenə də hasilin törəməsidir. Hasilin törəməsində necə tapırıq? X-in törəməsi vur bu, plus sinus X-in törəməsi vurulsun X. İndi X-in törəməsi 1 idi, sinus X-in törəməsi də kosinus X-idir. Bax, oldu mənim törəməm bu. Bəs deyir, pi bölünsün 2-ni yerinə qoy. Yəni, sənin trigonometri bilgin olmalıdır. Bu olur sinus pi bölü 2, plus pi bölü 2 vur kosinus pi bölü 2. Sinus pi bölü 2 1 idi. Kosinus 90 dərəcə 0 idi. Deməli, cavab qaldı 1. Bunları yadınızda saxlayın. Kosinusda da kosinus pi mənfi 1 idi. Amma sinus bütün pikalarda 0 idi. Kosinus 0, 1 idi. Kosinus 2 pi 1 idi. Bunu unutmayın. 39 da sizə izah edəcəm. Deməli, yenə burada hasil var. X-in törəməsi vur kosinus X. Plus kosinus X-in törəməsi vur X. X-in törəməsi 1-dir, qalır bu. Kosinus X-in törəməsi mənfi sinus X-dir. X-i qabaqda yazıram bu hasil kimi. Deməli, deyir, pi bölünsün 2-ni qoyun. Deməli, kosinus 90 çıxılsın pi bölü 2 vur sinus 90. Axı dedik, kosinus 90 0-dır. Sinus 90 da 1-dir. Deməli, cavab nə qalır? Mənfi pi bölü 2. Cavab olur C variantı. 40-cı. Sinusun törəməsi kosinusudur. Şagirdlər, burada bucağın kvadratıdır da. İndi mən sinus kvadratını da izah edəcəm. Sonra mürəkkəbdirmi? Təbii ki, mürəkkəbdir. Çünki sinus x deyil, x kvadratdır. Deməli, mən bunun x kvadratını da törəməsinə vururam. Deməli, burada olur 2x, yanında nə? Bu. Bayaq da əslində bunu bu formada da izah etmişdik. Deməli, 41-də də olacaq nə? Olacaq nə? D variantı. İndi biz sinus kvadratına baxaq. Və yaxud da sinus kubuna da baxarıq. Kosinus kubuna məsələn baxarıq. Yaxşı, tələsməyək. Bu nədir? Bu x kvadratına uyğun mürəkkəb funksiyadır. Çünki baxın, qüvvət yuxarıdadır, yəni bucaqda deyil. Deməli, bu 2 nəyi verirdi mənə? X-i verirdi axı. Burada da bunun törəməsində qüvvət qabağa gəldi. Qüvvətdən 1 vay çıxdıq. Sonrası bu var. Axı, bu mürəkkəbdir. Bax, x-in yerinə yenə deyirəm, nə qoyub? Sinus x. Deməli, sənin bunu mürəkkəb elədiyən sinus x olduğuna görə sinus x-in də törəməsinə vurursan. İndi sinus x-in törəməsi kosinusdur. Bunu da biz trigonometriyadan bilirik və yaxud da bayaq da yuxarıda yazı saldım. Bu da mənə nəyi verir? Sinus 2x-i. Elə kosinus kvadratı x-in də törəməsi bizə verəcək mənfi sinus 2x-i. Və bunları öyrənin. Amma siz bunu belə çaşmayın, ha. Kubda da onda sinus 3x eləyəcək, elə şey yoxdur. Necədir burada qayda? Qüvvət qabağa gəlir, qüvvətdən 1 vaid çıxırıq, bir də sinus x-in törəməsinə vururuq. Sinus x-in törəməsi kosinusudur, qaldı belə. İndi bu qalsın da belə, fərq yoxdur. Məsələn, bax, ln x-in törəməsini öyrəndiniz. Bu nəyi verirdi? 1 bölü x-i. İndi biz ln kvadrat x deyiriksə, bu yenə qüvvətə görə mürəkkəb funksiya olur. X kvadratda x-in yenə ln x qoyduq. Onda necə tapırdıq? Qüvvət qabağa gəlirdi, qüvvətdən 1 vaid çıxırdıq və ln x-in törəməsinə bunu vururduq. Ln x-in törəməsi 1 bölü x olduğuna görə bu qalır belə. Məsələn, bir dənə də tutaq ki, üstündə 5 olsun. Deməli, burada necə olacaq? 5 qabağa gələcək, qüvvətdən 1 vaid çıxacaq, bir də ln x bunu mürəkkəb etdiyinə görə törəməsinə vuracaq. Deməli, bu deyilir 5 dənə ln üstü 4x bölünsün nə? X. Belə. Yəqin ki, anladınız. Dəyərləndirin, gözəl öyrənin. Deməli, 42. 42-də yenə də bir-bir törəmələri tapırsınız. Qüvvət qabağa gəldi, qüvvətdən 1 vaid çıxdıq. Qüvvət qabağa gəldi, qüvvətdən 1 vaid çıxdıq. Bu da mürəkkəbdir. Qüvvət qabağa gəldi, qüvvətdən 1 vaid çıxdıq. Və burada x plus 1-in törəməsi elə 1 elədiyinə görə vuran da təsir eləmir. 110 da törəməsi 0-dır. Sonra deyir, mənfi 1 qoy. Şagirdlər, siz gözəl öyrənməlisiniz ha bu törəmə mövzusunu. Çünki blokun əsas mövzularından biridir. Bundan qaçmaq olmaz. 43-də eyni məntiqdir. 44. 44-də deyilir ki, 43-ü deməli özünüz yazırsınız. 44-də deyilir ki, bu tənliyi həll edin. Yəni, törəməni tap, bunu da yerinə qoy. Bax, yerinə qoydum da, törəmədə yerinə qoydum, burada yerinə qoydum və deyir, tənliyi həll elə.
Təbii ki, x kvadratını çölə çıxardacağıq və hasil 0 olduğuna görə hər hansı bir vuruq 0 olmalıdır. Deyir, köklər cəmini tap, köklər də cəmini hesablayın. Nə qədər eləyir bizdə? 3. Eynən də 45 yazırsınız. 46 deməli nə var bu 46-da? Hasil. Hasili bir də müəllim üçün böyük yazsın. Bu idi. Deməli bu olur x kvadratın törəməsi vurulsun y üstü x plus y üstü x'in törəməsi vurulsun nə? X kvadratı. İndi x kvadratın törəməsi 2x'dir. Y üstü x yanındadır. Y üstü x isə sakit funksiyaydı, özü qalırdı. Buna sakit funksiya deyək. Deməli buradan da vuruqları ayırsaq, burada qalır 2 plus x. Yerinə qoyun. Və xatırladım ki sizə y'nin üstündə 0, 1 idi və y'nin üstündə ln a idi. Yəni y'nin üstündə ln 3 nəyi verirdi? 3'ü verirdi. Bunlar da sizin bonus olsun. 47 ilə də davam edək. Deməli x vurulsun y üstü x'in törəməsinə baxırıq. Bu necə tapılırdı? X'in törəməsi vur y üstü x plus y üstü x'in törəməsi vur x. Bəs x'in törəməsi 1'dir. Y üstü x'in törəməsi elə özüydü. Onda burada y üstü x'i çölə çıxardığında 1 plus x qalır. Nə gözəl, hə? Riyaziyyat bizimlə təbii ki, gözəldir. Hər dəfə deyirəm, riyaziyyatı gözəlləşdirmək lazımdır. Y üstü x'in törəməsi. Riyaziyyat ümumiyyətlə ən gözəl fənlərdən biridir. Ona görə y üstü x kubun minus 1'in törəməsini tapanda özü qalırdı və biz x kubun minus 1'in törəməsinə bunu vururduq. X kubun minus 1'in törəməsi 3x kvadrat edir və burada da bu qalır. Mürəkkəbdir çünki bu x deyil, x kubun minus 1'dir və deyir 1'i tap. Yəni yerinə nə qoyun? Şagirdlər, müəllimlər 1 qoyun. Qaldı 3. Çünki y üstü 0 nə idi? 1 idi. Eynən 49'da yazırsınız. Gəldi 50'yə. 50-ci sualda fikir verəcəyiniz nə var? Bərabərsizlik həll edəcəksiniz. Bəli, amma hər birində rahat görünür də. Bax, fx'in törəməsi 5 eləyir. Jx'də də vurub mötərizəni açın. Çünki bu asandır. Belədir. Bunun da törəməsi mənə nəyi verir? 4x plus 1'i verir. İndi fx, yəni törəmə 5, jx'in törəməsi, yəni 4x plus 1. Deyir, bu bərabərsizliyi həll etdi. Onda buradan 4x böldü 4 olur, x böldü 1 olur. Bunda ədəd oxuna düzəndə nə olur? B variantı olur. Əla. 51-ci sual. 51'də təbii ki fx'in mötərizəsini açın buradan. Sizi sadəcə çaşdırmaq üçün bunu verir. Jx-dəki burada var. Deməli fx'in törəməsini tapdım. Böyükdür Cx'in törəməsi deyir. Bunun da törəməsi 4'dür. İndi bunu mən neyniyəcəm? Həll eləyəcəm, amma bir yerdə ehtiyatlı olmalıyam. Mənfi böləndə işarə dəyişilir. Deməli cavab olur nə? C variantı. Hə, indi gəldi əla. Ln'in mürəkkəb halda verilən törəməsinə. İçində trigonometriya verir. Nəyə fikir verməlisiniz? Ln tutaq ki yazır sinus x. Və bunun törəməsi. Ln x'in törəməsi nə idi? Oradan deyin görək. 1 bölü x idi. Deməli bunun törəməsi də verir bizə 1 böl sinus x. Bəs yaxşı bu mürəkkəbdirmi? Təbii ki. Niyə mürəkkəbdir? Çünki x'in yerinə sinus x olub. Deməli mən burada da sinus x-in törəməsinə bunu vururam. Sinus x-in törəməsi kosinusdur. Bölürəm sinusa. Kosinus'u sinusa böləndə də kotangens nəyi verir? X-i verir. Hə, amma burada bir şey olacaq. Burada olan nədir? Burada olan sinus 2x-indən mürəkkəb olmasıdır. Deməli, bax, sinus 2x məxrəcə düşür. Bir də başdan izah edirəm. Biz bir də sinus 2x-in törəməsinə bunu vururuq. Sinus 2x-in törəməsi 2 kosinus 2x-idir. Çünki 2x oradan mürəkkəb edir. Və görürsünüz, qabağa deməli gəlir. Buradan da olur 2 dənə kotangens 2x. İndi mənə nə deyir? Deyir, x-in yerinə pi böl 12 qoy. Deməli, 2 dənə kotangens 2-ni pi böl 12'ye vuranda pi böl 6 eləyir. Kotangens pi böl 6 da kök altda 3'üdür. Cavab deməli nə oldu? B variantı. Məsələn, biz bunu kosinus üçün də izah edək. Hə, yuxarıda onsuz da kosinus verilmişmiş. Gəlin kosinus üçün də izah edək. Deməli, kosinusda törəmə gəldi, düşdü bura. Bir də mən kosinus x-in törəməsinə bunu vururdum. Kosinus x-in törəməsi sinus deyil də, mənfi sinusudur. Bu da oldu nə? Mənfi tangens x. Deməli, o 52'də də
Bu olur ln kosinus 3x, deməli 2 dənə mürəkkəbli anlayışı var. Bunun törəməsində gəlir bu düşür aşağı. Mən bir dəfə də bunun kosinus 3x olaraq törəməsinə vururam. Bu da eləyir -3 sinus 3x bölünsün kosinus 3x. Bu da bizə verir -3 tangens. Mən bəzən tc yazıram da bilirsiniz. Təzə kitablarda da tan yazırlar. Ona da öyrəşək. Deməli deyir pi böl 9 qoy. Pi böl 9 qoyanda 3'ü pi böl 9'a vuranda yenə pi böl 3 eləyir. Pi böl 3'ümüz kök 3'üdür. O da oldu nə? O da oldu nə? Bax D variantı oldu. 54. Bu anlayışlar əslində sizdə integralda da çox köməyinizə çatacaq. İntegral demək olar ki, elə törəmənin tərsi olur. Bərabərsizlik deyir, həll edin. Törəməni tapın deyir. Tapaq bizdə. Elədir 3x kvadrat plus 8x çıxılsın 11. Deyir 4'ün törəməsi 0'dır da. İkisidir 0'ı həll edin. Baxın bu bərabərsizliyi mən axı həmişə nə deyirəm? Deyirəm ki, şagirdlər və müəllimlər qüvvət birdən böyükdürsə, bunu biz vurğulara ayırmalıyıq və intervallar üsulu ilə həll etməliyik. Deməli, bunu vurğulara ayıranda kökün biri 1'dir, digəri də toplayıb hesablayarsınız kvadrat tənliyi ilə budur. Bir də vurğulara da belə də ayırırdıq da. A vurulsun x çıxılsın x1, x çıxılsın nə x2. Ədəd oxunda kökləri düzürük. Yəni, -3'dan 2, bir də 1'i düzürük. İntervalımızı həll edirik. Deməli, bizdə düşür bura. Yəni, olur -3'dan 2'dən 1'ə. Tamam. Deyir, bunların tamlarını say. -3'dür, -2'dir, -1'dir, 0'dır, 1 yoxdur. Deyir, bunları topla. Topladım elədi nə? B variantı. İnterval da burada siz üçün təkrar elədik. Nə istəyirsiniz? 55. Bunun törəməsi olur -6x kvadrat minus 12x plus 18. Deyir, böyük bərabərdir 0. Daha törəməni bu şəkildə rahatlıqla bilməlisiniz də biz. Deməli, böldük -6'ya. Bunu biz vurğulara ayırdıq. İntervala düzdük. Vurğulara ayırmanı yuxarıda göstərdim sizə. İntervala düzülən ədədlər köklər olur. Demək, alındı -3'dən 1'ə. Bunun hər ikisi neynədə aldı? Bu ədədləri topla deyir. Yəni, -3'ü, -2'ni, -1'i, 0'ı, 1'idir. Topla, cavab eləyir. -5. Gəldik 56'ya. 56'da nəyi bilməlisiniz? İndi birazdan sizə nisbəti, yəni U bölünsün V-nin törəməsini izah edəcəm. Amma burada əgər ifadəni, yəni bir kəsr ifadəni sadələşdirə bilirsinizsə, sadə bir formaya gətirə bilirsinizsə, onda nisbətin törəməsinə ehtiyac olmur. Yəni, məsələn, mən bunu x kvadratın x kubuna böləndə 1 bölü x eləyir. Bu da 1 bölü çıxılsın x kvadrat eləyir. Böldüm 1, x böl x kubu. Mən bunun törəməsini tapanda bunu x üstü -1 yazacağım, bunu da x üstü -2 yazacağım. Çünki qüvvət mənfi olanda məxrəcə düşürdü. Deməli, qüvvətlər qabağa gəldi, qüvvətdən 1 vay çıxdıq. Qüvvətlər qabağa gəldi, qüvvətdən 1 vay çıxdıq. Bax, fikir verin, -2'nin qabaqda da -1 vardı. Vuranda müsbət elədi. Və bu elədi 2 böl x kubu, bu da elədi çıx 1 böl x kvadrat. İndir -1'i hesabla. X'in yerinə -1 qoy. Bu da elədi -3. Eynən 57'ni də elə yazacaqsınız. Amma indi gəlin nisbətin törəməsini sizə keçək. Nisbətin törəməsi, yəni U bölünsün V-nin törəməsi. Əzbərə bilməlisiniz. U vur V-nin törəməsi, U böl V-nin törəməsi. Bu anlayışları əzbərə bilməlisiniz. Və burada hasildə də hər bir törəməni tapıb vurmuruq. Nisbətdə də hər bir törəməni tapıb bölmürük. Belə qayda yoxdur. Onda bu olur. Sürətin törəməsi vur məxrəc, çıx məxrəcin törəməsi vur sürət, bölünsün məxrəcin kvadrat. Əla. İndi tətbiq edəcəyik. Onda bir dənə tətbiq eləyək, sonra keçək 58'ə. Deməli, məsələn, 2x plus 1 bölünsün 3x minus 1'in törəməsinə baxaq. Deməli, burada olacaq sürətin törəməsi vur məxrəc. Qeyd edin dəftərinizə mütləq. Məxrəcin törəməsi vur sürət. Sonra bölünsün məxrəcin kvadratı. Deməli, burada eləyir 2, qalır 3x minus 1. Burada da eləyir 3, qalır 2x plus 1. Bölünsün bu. Kvadrat. Yuxarını açın, eləyəcək -5. Aşağıda da elədi 3x minus 1'in kvadratı. Oldu əla.
İndi gəlin 58 ilə davam edək. 58-də bu hissə hasildir. Hasildir. Onun törəməsi hasillə gedəcək. Deməli olur, biraz diqqətli olun, biraz çaşdırıcı sualdır bu. 3-ə vurarıq mı? Eyb yoxdur. 3x-in törəməsi ya da 3-ü saxlayaq vurarıq. Deməli bu olurdu x-in törəməsi. Vur ikinci. Üstə gəlilsin. İkincinin törəməsi. Diqqətli olun burada. Vurulsun birinci. Deməli x-in törəməsi 1'dir, qaldı bu. İndi bura diqqət yetir. Kök altı x-in törəməsində nə olurdu? 2 dənə ilə bu düşürdü aşağı. Sonra bu mürəkkəbdirmi? Bəli, mürəkkəbdir. Niyə? Kökün altında bu var. Deməli mən burada 1 minus x kvadratın törəməsinə bunu vuracam. Onda bu olacaq bu. Və bunun törəməsi mənfi 2x edir. 2'lər gedir. Qalır mənfi x vur. Burada da x var. Burada da x olacaq. Buranı da eləyəcək x kvadrat. Bölünsün bu. Və bunu biz orta məxrəcə gətiririk. Kökü kökə vuranda kvadrat gedir. Olur bu. Sonra bu eləyir 1 minus 2x kvadrat. Qaldı nə? Bu. İndi bu neyniyək? 3'ə vuraq. Cavab neynədir? D variantı. Maraqlı sualda. Yəni nə mənada maraqlıdır? Kökün altına görə. Qarışdırmayın. 59 trigonometriya. A sinus x plus minus b kosinus x. Bunun ən böyük ən kiçik qiyməti necə tapılırdı? Mənfi kök altında a kvadrat üstəl b kvadrat. Bir dənə kök altında a kvadrat üstəl b kvadrat. Yadca salın. Trigonometriyada. Bunun qiymətlər oblastı idi bu. İndi bu mürəkkəbdirmi? Bəli, mürəkkəbdir. Sinusin törəməsi nə idi? Kosinus. Amma 2'ye vururduq. Olur 2 kök altında 3 kosinus 2x. Sinusun törəməsini bildik. Kosinus törəməsi mənfi sinusudur. 2'ye yenə vururduq. Oldu belə. Baxın, indi bunun əmsalları 2 kök 3'dür. Budur. Yəni a 2 kök 3'dür. B də 2'dir. Onda a kvadrat plus b kvadrat bizə nəyi verir? 16. Deməli, gətirib yerinə qoyanda kök altı 16'dan 4 çıxır. Olur belə. Ən kiçik qiymətini tap deyir. Ən kiçik qiymət olur mənfi 4. Anladıq? Anladıq. 60-cı sual. Necə tapdıq? Törəmədə qüvvət qabağa gəlirdi. Qüvvətdən 1 vaid çıxırdıq. Sonra törəməsinə bir daha da bunu vururduq. İndi bu eləyir 1 bölü 2 x kvadrat plus 6x mürəkkəb idi. Ona görə törəməsinə vurduq. Bunu da törəməsi eləyir 2x plus 6. Sonra deyir 1'i hesabla. Yəni sən yerinə 1 qoymalısan. Deməli bu da eləyir 7 vur 8 bölü 2. Yəni nə qədər eləyəcək son nəticə? 28. 61'i də yazım seçsin. Bu qüvvətə öyrəşin. 4 qabağa gəldi. Qüvvətdən bir vaid çıxdıq. Bir daha da törəməsinə vurduq. Çünki bu mürəkkəbdir. Onda nə alındı? Bu. Və 4x plus 3. İndi deyir mənfi 1 yerinə qoy. Olur 2 minus 3'ün kubu vurulsun mənfi 4 plus 3. Bu da eləyir 4 vur mənfi 1 vur mənfi 1. Bu da eləyir 4. Yəqin ki anladınız. İndi gəldi 62'yə. Hala. Diqqətli olun. Səhv etmirəmsə blok imtahanına da bu gəlib. Siz burada həm hasil var, həm də kvadrat var. Yəni mürəkkəblik də var. Bir dənə burada qıraqlı elin kvadratı x'in törəməsini yadca salım. Necə tapılırdı? Qüvvət qabağa gəlirdi. Qüvvətdən bir vaid çıxırdıq. Sonra bir daha da biz ln x'in törəməsinə vururduq. Çünki bu qüvvətə görə törəmədə bunu mürəkkəb eləyən ln'dir. Bu da olurdu 2 ln x. Ln x'in də törəməsi 1 bölü x-idir. Qaldı bu. İndi başlayırıq. Nə deyirik? Deyirik ki kubun törəməsi vurulsun ln kvadrat x plus ln kvadrat x'in törəməsi vurulsun x kubu. Və 3'ün törəməsi də 0'dır. Bloka gələ biləcək sualda. Diqqətli olun. İndi x kubunun törəməsi budur. Qaldı burada bu. Ln kvadratının da törəməsi üçün yuxarıda tapmışam. 2 ln x bölü x'dir. Vurulsun x kubu. X kubu ilə x gedir. Qalır burada nə? Vur x kvadrat. İndi bizə nə deyir? Deyir ki x'in yerinə e qoyun. Ln e nə idi bu şagirdlər? 1 idi.
Deməli olur 3e kvadrat vur ln n'in kvadratı plus 2 ln e vur n'in kvadratı. Ln-lər 1'dir. Kvadratı da özü də elə 1 eləyəcək. Deməli qalır 3e kvadratı plus 2e kvadratı. Bu da eləyir 5e kvadratı. Deməli hansı cavab eləyir? D variantı eləyir. Gəlin 63'ü də izah edim sizə. Deməli olacaq x kvadratının törəməsi vurulsun ln kvadrat x plus ln kvadrat x'in törəməsi vurulsun x kvadratı. Burada eləyir 2x vur ln kvadrat x. Burada da necə idi ln kvadratının törəməsi? Buydu axı yuxarıda tapdım. Gözəl öyrənin bunu. Və bunu sadələşdirəndə bu bizə nəyi verəcək? 2x vurulsun ln kvadrat x plus 2x vurulsun ln x. İndi x'in yerinə e qoyun. Cavab eləyəcək 4e. 64. 64'də mənim şagirdlərim, əziz izləyicilər. Bayaq dedik ki, kosinus kvadratı x çıx sinus kvadratı x bizə nəyi verirdi? Kosinus 2x'i verirdi. Və əlavə olaraq dedim, üstü 4x'ləri də vuruqlara ayıranda yenə də kosinus 2x'i verəcək. Çünki kvadratlar cəmi də 1 idi. Deməli bizim bu funksiyamız elə vuruqlara ayıranda kosinus 6x'dir. Altdakı da kosinus 4x'dir. 3x'i 2'ye vurmuşuq. Deməli indi biz bunun törəməsini tapanda kosinusun törəməsi mənfi 6 sinus 6x eləyəcək də. Çünki bu da mürəkkəbdir və kosinus törəməsi mənfi sinusudur. İndi biz burada yerinə pi bölü 36 qoyuruq. Deməli eləyir mənfi 6 vur sinus. 6'nı pi bölü 36'ya vuranda pi bölü 6 eləyir. Deməli bu da eləyir mənfi 3. Cavab A variantı. 65'i də özünüz yazın. 66. Yaxşı gedir ya, gözəl gəlmişik. 66. 66'da mürəkkəb funksiyadır. Kosinusun törəməsi mənfi sinusdur. Bir dəfə də bunun törəməsinə vuranda pi bölü sabitdir. 2x'in törəməsi 2'dir. Deməli orada vuranda eləyəcək mənfi 12 sinus bu. Eyni bucaq qalır. Deyir pi bölü 4'ü qoy hesabla. Əslində gözəl bir mövzudur bu. Siz burada trigonometriyanı, logaritmanı da pi bölü 4'ü qoyanda pi bölü 2 eləyir. Hesablayaq. Təkrar eləyirsiniz. Bu da pi bölünsün neçə eləyəcək ki? Yəni 90'dan 30 çıxırsan da 60. 60 da nə idi? Səhv mi yazıram? Bir də baxım. Pi bölü 3'dür. Bu mu? Hə, bu pi bölü 3'dür. Üzrü sayın. Qaldı sinus 30. Sinus 30'da 2'də 1'dir. Qaldı mənfi 6. Burada çevirmə düsturunu da tətbiq eləyə bilərdiniz. Məsələn 67'ni bir daha izah eləyim. Eləyir 4 dənə kosinus bu. Sonra bir daha da 3x minus pi bölünsün 6'nın törəməsinə vururuq. Törəmə mənim üçün çox əyləncəvi dərsdir. Deməli 3'ü vurduq 4'ə 12 və törəmə bir də təkrar deyirəm. Həm blok imtahanlarının vaz keçilməz mövzusudur. Bu mövzudan bir neçə sual gələ bilər. Artma aralığı, ən böyük qiymətini tap, həndəsəyə aid bir sual gələ bilər, törəməni tap gələ bilər, toxunanın tənliyi gələ bilər. Həm də integral da sizə çox köməyinizə çatacaq olan bir mövzudur. Plus limitdə də L'Hopital qaydası var. L'Hopital qaydası. Orada da o törəməni biləndə həmin hissəni çox rahat həll etmək olur. Gəldi 68'ə. Biz bu 68'i təbii ki nisbətlə də yaza bilərik. Bir-bir də parçalayarıq. Amma burada elə nisbətlə yazaq. Sürətin törəməsi vur məxrəc, çıxılsın məxrəcin törəməsi vur sürət, bölünsün məxrəcin kvadratı idi. Deməli burada yuxarının törəməsi 2x plus 1 eləyir, vur məxrəc. Çıxılsın məxrəcin törəməsi bu eləyir, vur sürət. Bölünsün məxrəcin kvadratı. Bax, yuxarıda da düsturuz var. Deməli, indi 4'ü qoyuruq. 4'ü qoyanda bu eləyir 9 kök 4. 4'ü qoyanda bu eləyir 2 kök 4. 4'ü qoyanda bu eləyir 16 plus 4. Aşağıda da 4 var. Əziyyət çəkib hesablayın. Mənim hesablamalarıma biraz güvənməyin, açıqlayayım. Amma demirəm, hesablama bilmirəm. Əla da bilirəm. Cavab B variantı. Amma biraz təməlliyim var da, nə yalan deyim. Gəldi 70'ə. 70'də biz nəyə fikir veririk? Y üstü x'in törəməsi. Bəli, özü qalırdı. Amma y üstü mənfi x'in törəməsi özü qalacaq. Amma x deyil axı bu, mənfi x'dir. Deməli biz bu mənfi x'in törəməsinə də bunu vuracağıq.
Deməli onda bu necə eləyəcək? Mənfi y üstü mənfi x. Ln x-ə görə bu 500x-ə görə də 500x0 ln 5 yazırdıq axı. A üstü x-ə görə daha doğrusu. 71. Bunun tönəməsi oldu 6x kvadrat plus 18x minus 24. Deyir bərabərlə 0-a. Elədim. Deyir kökləri cəmini tap viyet. Təbii ki burada 6-ya da bölə bilərsiniz. Amma viyetindən elə yazaq da x1 plus x2 mənfi b bölü a idi. Bu deyilir mənfi 3. Yəni o mənfi 18 bölü 6. x1 vurulsun x2 s bölü a idi. Yəni mənfi 24 bölü 6 bu deyilir mənfi 4. Dediyim kimi həm də 6-ya da bölüb işləyə bilərsiniz. 72-ni özünüz yazın. 73. 73-də nə qalacaq biz? 73 müxtəsər vurma düsturudur. U vurulsun V ilə də yaza bilərsiniz. Müxtəsər vurma düsturudur. Oldu bu. Deyir törəməsini tap. Tapaq. Elədi bu. Deyir 2-ni hesabla. Yerinə 2 qoy. Elədi 12. Bitdi. 74 2 üsulla yaza bilərik. 1. Həm törəmədə o qüvvət üsuluna yaza bilərik. 2. Dərəcə azaltma üsuluna yaza bilərik. Dərəcə azaltma üsullarını da yadıza salın. Mən sizlərə dərs keçməkdə məqsədim əsas təkrar etməklər olur. Dəyərləndirin bunları. Dəyərləndirmək nə deməkdir? Gözəl qeyd edib öyrənmək. Videoya sadəcə kino kimi baxmazlar. Deməli burada da dərəcə azaldanda, yəni dərsə kino kimi baxmazlar. Oldu bu. İndi biz bunun törəməsini tapanda, demək ikinci usul kimi öyrədirəm də sizə. Birin törəməsi 0. Kosinüsün törəməsi mənfi sinus. 4-də də nə inirdik? Vururduq. Deməli burada da bu getdi. Qaldı nə mənfi 2 vurulsun sinus 4x. İndi pi bölü 12-ni qoy hesabla. Deməli eləyir mənfi 2 sinus 4-ü də pi bölü 12 vuranda pi bölünsün 3 eləyir. Bu da hansı variant eləyəcək? B. Çünki pi bölü 3 mənfi kök altı 3 bölünsün 2 idi. 75. 75-də mən bayaq sizə demişəm. Ln sinus x-in törəməsi öyrənmişik. Sinus x məxrəcə düşdü. Sinus x-in törəməsinə vurduq. Bu elədi kosinus böl sinus. Əslində lap yazsaq kotangens x elədi. Sonra ln kosinus x-in törəməsi isə bu gəldi düşdü məxrəcə. Sonra kosinus x-in də törəməsinə vurduq. Kosinus x-in də törəməsi mənfi sinus x-dir. Deməli sinusu da kosinusa böləndə bizə nəyi verdi? Mənfi tangens x-i. İndi kotangens vur tangens 1 eləyir. Qabaqda da mənfi var eləyir mənfi 1. 76. Bunlar əslində bəsit suallardır. Amma yenə yazaq. 3x-in törəməsi 3-dür. Kosinusun törəməsi mənfi sinusdur. 2-yə də vuracaq. 2-də 1-lər ixtisar edəcək. Qalacaq bu. Çünki 2x-in törəməsinə vurduq. Deyir nəyi qoy yerinə? Deyir mənfi pi bölü 4-ü qoy yerinə. Pi bölü 4-ü qoy yerinə. 2-ni pi bölü 4-ə vuranda pi bölü 2 eləyəcək və sinus tək funksiya idi. Yəni mənfi işarəsini udmurdu, çölə çıxardırdı. Bu da elədir ki, çünki sinus 91 idi. Eynən 77-ni də yazın. Gələk 78-ə. 78-də nəyi bilin? Mürəkkəb funksiyadır. Səbəb, çünki ln içində mənfi x-dir. Deməli, sən bunun törəməsini tapanda, özü də burada təyin obasına da sağ olsun fikir veriblər. Deməli, bu eləyir, mənfi x gəlir məxrəcə. Mənfi x-in də törəməsinə vurursunuz. Deməli, bu işlər gedir, qalır mənfi 1 böl, mənfi 1 böl, 6x mi qalır? 6x. İndi x-in yerinə mənfi 24-də 1 qoy. Mənfi 24-də 1 qoyanda da bu da ixtisar edəcək, 4 qalacaq. Ümumən, yadınızda saxlayın, ln ax-in törəməsi elə 1 böl x-dir. Səbəb odur ki, ax aşağı düşür və ax-in törəməsinə vurursunuz. Buradan da nə olur? Nə olacaq? A olacaq. A-lar ixtisar edəcək, qalacaq 1 böl x. 80-a gəldik, 80-a. 80-ı vurub açma. Neynə? Hasil törəmə yaz. Əvvəllər bunlar buraxılışda da düşürdü. Oradan da bəzi suallar burada təkrar olunub. Deməli, birincinin törəməsi vurulsun ikinci. Plus ikincinin törəməsi vurulsun birinci. Deyir, bu ki sənət əsəridə. İndi sinus x-in törəməsi kosinusdur, a-nın törəməsi sabit olduğuna görə 1-dir. Sinus x-in törəməsi kosinusdur, b-nin törəməsi sabit olduğuna görə 1-dir deyirəm, 0-dır. Qiymətləri yerinə qoyacağım, oradan ağlımda qalır. Deməli, deyir ki, törəmədə 0 qoy. Kosinus 0, 1 idi, sinus 0, 0 idi. Qalır mənfi b.
Kosinus 0 1 idi, sinus 0 0 idi, qalır A. Bunu verib 4, yəni aldıq A minus B 4. Sonra verilən funksiyaya da baxsaq. Baxın, fikir verin, burada x-in yerinə 0 da qoyanda sinus 0 0 idi, sinus 0 0 idi, qalır 1. Yəni AB-miz də elədi -1. Əla. İndi deyir A kubu minus B kubunu tapın. Mənim xoşladığım düstur. Yerinə qoyun, yazın, getsin. Daha vurğuları ayırmayın. Deməli eləyir 64 minus nə? 12 eləmi? Bu da elədi 52. Bəs A kubu plus B kubu ilə düşsə eləyir A plus B'nin kubu minus 3 dənə AB A plus B. Qoyun yerinə getsin. Əla. Əla. Davam edək. 81. Deməli, kvadratın törəməsi 2x idi, bx-in törəməsi b idi, funksiyamızın törəməsi oldu bu. Deyir, x-in yenə 2 qoy və bərabər ilə 9-a. B də oldu 5. $82. 82-də U vurulsun V-nin törəməsi var. 2x-in törəməsi vurulsun sinus 2x. Plus sinus 2x-in törəməsi vurulsun 2x. İndi 2x-in törəməsi 2-dir. Qaldı bu. Sinus 2x-in törəməsi də 2 də qabağa gəlirdi. 2x də var. Kosinus 2x-idir. Qaldı bu. Deyir pi böl 4 qoy. Pi böl 4 qoyanda bura pi böl 2 eləyir. Sonra pi böl 4 qoyuram. Burada kosinus pi böl 2 eləyir. Kosinus pi böl 2 yəni 90 dərəcədə 0'dır. Hasil 0 oldu. Sinus da 1'dir. Cavab qaldı 2. 83'ü özünüz yazarsınız. 84. 84'də fikir verəcəyiniz nə var? U bölünsün V var. Bəs yaxşı, sürətin törəməsi vurulsun məxrəcidir. Çıxılsın məxrəcin törəməsi vurulsun sürətidir. Bölünsün məxrəcin kvadratı idi. İndi hesablayırıq. Bölürük. Əla. Bizim əyani və onlayn bizlə hazırlaşan şagirdlər, siz bilirsiniz ki, törəməyə başlayanda mən sizə əvvəldən də 4 dənə də dərs verdim. O dərslərdə nələr var idi? O dərslərdə ümumi funksiyaların törəmələri necə tapmaq lazımdır? Praktika üçün siz üçün sıfırdan izah etmişdim. Elə demək olar ki, burada da izah etdik. Deməli, yerinə də 0 qoyuruq. Amma orada biraz daha da çox danışmışıq da. Açıq deyim. Cavab qaldı 2. 86. 86'da bu mürəkkəbdir. Yəni x üstü 5'də x-in yerinə görün nə qoyub? Bunu qoyub. Deməli, qüvvət qabağa gəlirdi. Qüvvətdən bir vahid çıxırdıq. Sonra bir daha da bunun törəməsinə biz vururduq. Əla. İndi 6'nı yazdım mən bura. Deyirəm, qüvvətdən bir vahid çıxıram, 6 yazıram. İndi bu belə. Bunun törəməsi 4x kubu eləyir. Bunun törəməsi də 2 eləyir. Sənə deyir 1'i hesabla. Üstündə də 4 var. X-in yerinə 1 qoyursan. Bunlar gedir. Mənfi 2 üstü 4 16 eləyir. Burada da 2 var. Hesablayın. Görün cavab nə eləyəcək. 87'ni biz zəhmət özünüz yazın. Gəldik 88'ə. 88'də yenə də hasilin törəməsi var. U vurulsun B. Deməli, biz tapırıq birinci bunun törəməsi vurulsun ikinci plus kosinus x-in törəməsi vurulsun bu. Qorxmayın, burada yerinə 0 qoyacağıq. Bu eləyir. Kosinus törəməsi mənfi sinusdur. Burada da bu eləyir. Sinus 0 0'dır. Kosinus 0 1'dir. Ona görə mən gətirəm burada kosinus 0, yəni 1. Burada da 0 qoyanda 3'dür. Burada sinus 0 0'dır. Burada da 1'dir. Hasil 0 da 0'dır. Yəni 0 var sonra 0'dır. Cavab qaldı 3. 89'u özünüz yazın. Mütləq özünüz yazın. Törəmədən qaçmaq olmaz. 90-cı sual. Cüt funksiya nə idi? Argumentin mənfi işarəsinin udan funksiya idi. Doğru danışırıq. Yəni məsələn x kvadratı idi, kosinus x idi. Modul x idi, üstü cütlərin hamısı idi. Bunlar nə idi? Cüt funksiya idi. Deməli, cüt funksiyada əgər çox ədəd şəklində yazırdıqsa, x-in tək qüvvəti olmaz. Niyə olmaz? Çünki tək qüvvətdə mənfi işarəsi udulmur.
Belə. Yəni cüt funksiyanın nominatorları da -3 6 idisə, elə bu da elə f3-lə eyni idi. Və deyirdik ordinat oxuna nəzərən simmetrikdir. Yəni y oxuna görə qatlayanda üstə düşürdü o funksiyalar. Tamam. Çalışıram ətraflı da sizə biraz məlumat verim. Deməli qüvvət qabağa gəldi, qüvvətdən 1 vay çıxdıq, yanında da -5 var. Bax cütlük ödəndi. Amma burada mən qüvvəti qabağa gətirəndə qüvvətdən 1 vay çıxanda a kvadrat -9 qalır. Amma ben bayaq cümlə dedim, dedim ki bu udur. Amma bu udmuraq işarəni. Dedim axı çox əddi şəklində yazıla bilən cüt funksiyalarda x-in tək qüvvəti olmaz. Deməli bura olmamalıdır. Olmaması üçün bunun əmsalı nə olmalıdır? 0. A kvadrat 9'dur. Kvadratı 9 olanda -3'dür. Burada da a kvadrat 16'dır. Kvadratı 16 olan -4'dür. Müsbət qiyməti deyir, müsbət 3. Burada da müsbət qiymət deyir, müsbət 4. Açıq sualda, açıq sualda nəyə ötürətsiniz? Müsbət. Gəldik 92'ye. 92'də hasilin törəməsi. Bunun törəməsi vur ikinci. Plus bunun törəməsi vur birinci. Deməli bunun törəməsi 2 eləyir, qalır bu. Bunun da törəməsi 1 bölü 2 kök 6x eləyir, qalır bu. İndi deyir f törəmə 1'i hesabla. Yəni x'in yerinə 1 qoy. Bu da qalır 2 çıx 2'də 1, yəni 10'da 5. 1 tam 10'da 5. Bir də deyir ümumi 1 qoy yerinə. Bu da qalır -1. Sonra deyir bunları topla. Deməli cavab elədi 10'da 5. 94'ə gəlib çıxdıq. Şagirdlər yavaş-yavaş yoruluram. 94'də yenə hasilin törəməsidir. Amma hədəfi olanın nə demişəm sizlərə? Hədəfi olan yorulmaz. Yes 2x buydu. Kosinus bəs 3x nə idi? Bax görürsünüz 2x'in törəməsinə vurdum. Kosinus 3x nə idi? -3 sinus 3x idi. Və yanında da y üstü 2x var. İndi bizə deyir ki 0'ı qoy hesabla. Bu eləyir 2 y üstü 0 kosinus 0. Bu eləyir 3 sinus 0 y üstü 0. Sinus 0 0 olduğuna görə getdi bu. Kosinus 0 1'dir, y üstü 0 da 1'dir, qalır 2. %95'də biraz köməkli eləyim istəyirsiniz sizə. Y üstü -3x'in törəməsinə fikir verərsiniz. -3 y üstü -3x eləyir. Çünki -3'ü x'in törəməsinə vururuq. Yazmaq istəmirəm bunları. Siz özünüz yazın, özünüzə biraz əziyyət verin. Gəldik 98'ə. 98 qəşəng sualdır. Burada mürəkkəb anlayışı var. Kök altda x'in törəməsi necə tapılırdı? 1 böl 2 kök altında x olurdu. Deməli bunun törəməsində də 3 bölünsün 2 dənə bu gəlir düşür bura. Və biz x kvadratı plus 5'in törəməsinə bunu vururuq. 1 bölünsün x'in törəməsini sizə bayaq izah etdim. -1 bölü x kvadratdır. Deməli bu da olur 10 bölünsün x kvadrat. Sadələşdirək. Bura 2x eləyir. 2'lər gedir. Qalır 3x bölünsün bu. Bu da olur bu. Deyir nəyi hesabla? 2'ni hesabla. Deməli x'in yerinə 2 qoyuram. Eləyir 6. X'in yerinə 2 qoyanda 9 eləyir 3 çıxır. X'in 2 yerinə qoyanda 4 eləyir. Bu eləyir 2. Bu da eləyir 2 tam onda 5. Eləyir 4 tam onda 5. Budur. 99'u özünüz yazın. Gəldi 100'ə. Maşallah 100 dənə suala baxdıq. Bəzi suallara saxlayıram. Görürsünüz ki çox az sual saxlayıram. Təbii ki özünüzün düşünməyini istəyirəm. Deməli bunun törəməsi vurulsun ikinci. Plus ikincinin törəməsi vurulsun birinci. İndi x kvadratın törəməsi 2x'dir. Qaldı bu. Bunun törəməsi nə idi? 2 dənə ilə düşürdü bura və mürəkkəb olduğuna görə bunun törəməsinə biz vururduq. İndi bu elədi belə. Sonra bu 2'dir. Bax 2'dir. 2'lər getdi. Bu da qaldı bu. İndi deyir x'in yerinə 2 qoy. X'in yerinə 2 qoyanda 2 vur 2 vur 4 çıx 3. Bax 4 çıx 3. Yəni 1 plus 2'nin kvadratı böl 1. Bu da eləyir 4 plus 4. Bu da eləyir 8. Gözəl. Belə şagirdlər, belə dəyərli müəllimlər. İnşallah bunun ikinci izahı da sizlərə gələcək. Yəni bütün bu testləri biz bir yerdə bitirəcəyik. 131 dənə sualdır. Dediyim kimi şagirdlər, bizim həm əyani, həm də onlayn blok hazırlıq dərslərimizə qeydiyyat başlayıb.
Həm bütün din proqramını siz orada təkrar eləyəcəksiniz, yenilikləri öyrənəcəksiniz. Həm də sürətli təkrar üçün bizim qəşəng dərslərimiz var, sınaq izahlarımız var, sınaqlarımız var. İnşallah onlarla da davam edəcəyik. Vaxt itirmədən dərslərimizə qoşulub yararlana bilərsiniz. Bir də bizim İnnovativ Təhsil Mərkəzinin YouTube kanalında bizim çoxluca blok sınaqlarımız olacaq. Həm sınaq qrupumuz olacaq, həm də bir neçə dənə ödənişsiz də sınağımız olacaq. Ondan da istifadə edib yararlana bilərsiniz. Orada isbat sualları da olacaq, uyğunlaşdırma və situasiya suallarımız da inşallah olacaq. Növbəti dərsdə görüşərik. Hər kəsə uğurlar.